vaxtilə yüzlərlə sərnişinə xidmət eləyən Neftçala avtovağzalında bugün sükut hökm sürür. Hazırda buradan yalnız Bakı istiqamətinə marşrutlar işləyir. Digər istiqamətlərin fəaliyyəti isə demək olar ki, dayanıb. Sakinlər problemin araşdırılması üçün televiziyamıza müraciət ediblər. Biz də səbəbləri araşdırmışıq. Mütəxəssislər isə məsələ ilə bağlı həyəcan təbili çalırlar. Gəlin süjeti izləyək. Vaxtilə bir neçə marşruta və yüzlərlə sakinə xidmət edən Neftçala avtovağzalında bugün sükut var. Bu sükut istər avtovağzal əməkdaşlarının, istərsə də şəhər sakinlərinin haqlı narazılığına səbəb olub. 1986-cı ildən fəaliyyət göstərən ikinci kateqoriyaya aid Neftçala avtovağzalında kassa, gözləmə zalı, ana və uşaq otağı kimi zəruri infrastruktur mövcuddur. Lakin 2013-cü ildən etibarən avtovağzalda durğunluq yaranıb. Vaxtilə buradan Salyan, Masallı rayonlarına, həmçinin Gəncə və Şirvan şəhərlərinə müntəzəm marşrutlar fəaliyyət göstərsə də, indi yalnız Bakı istiqaməti qalıb. Sakinlərin sözlərinə görə Salyan marşrutları olsa da onlar avtovağzala daxil olmur. Bu isə xüsusilə gündəlik gediş-gəliş edənlər üçün ciddi çətinlik yaradır. Salyan marşrutunu vağzaldan keçməyə hökmə. Keçilməli ki, bilməlidirlər ki, haradan gedir, hara gəlir. Şəxsən mən özüm biləcəm ki, falan yerdən falan yerə gəlir. Məsələn, kətdən gəldim də taksi ilə gedib düşərəm orada rahat minim, çıxım geri. Əvvəllər gözəl, Gəncəyə də var idi, sonra nə bilim, nətərdir, Masallıya da vardı, Cəllabada da var idi. Ora hamısı bağlanıb da, hamı özəlləşib, alıb, eləyib. İndi yenə işləyir də, avtovağzaldan Bakıya. Kim gəlmək istəyəndə girinci olur da dayanır, saatlarla dayanır, avtobus olur, olmur. Rahat işləsin, yaxşı maşın işləsin. Hə, istəyərəm, rahat olur. Rahatlıq kim istəməz rahatlığı? Hamı istəyər rahatlığı. Mən istəyərdim avtovağzaldan geçsin Salyan marşrutları, marşrut rahat işləsin. Salyan marşrutları avtovağzaldan Fransa daha da yaxşı olar. Nəyə görə? Avtovağzalda da gözləyənlər olur. Çəkiliş zamanı müşahidə etdik ki, avtovağzal ərazisinə yalnız Bakı marşrutları daxil olur. Maraqlıdır ki, çəkiliş apardığımız anda bəzi Salyan Neftçala marşrutları qısa müddətə avtovağzala yönəldi. Vağzaldan vağzala olan müqavilələrimiz var da, hər gündəki toplandan giririk, narahat olmuyor. Deyilib, tapşırıq da verilib vağzal vasitəsilə ki, ora girilməlidir. Amma belə bir deyim var, görünən kəndə nə bələdçi. Avtovağzal rəhbərliyi isə problemin səbəbini bəzi marşrutların qaydalara əməl etməməsində görür. Bildirilir ki, Salyan istiqamətində işləyən bəzi sürücülər hansısa səbəbdən müqavilə şərtlərini pozaraq avtovağzala daxil olmur və şəhərin müxtəlif nöqtələrindən sərnişin götürür. Onlar müqavilə pozub şəhərdən kənar işləyirlər, istədikləri yerdə, o da nəzarət itirir. Sərnişinlər haqlı narazılıq eləyir. Bu iş 13-cü ildən bəri pozulub. Təzə bazar tikilib, avtomaşını aparıb o bazara. Ondan sonra problem həll olundu, amma pandemiyadan sonra Neftçala Bakı şəhərlər arası yerinə qayıdıb, o biri marşrutlar qayıdmayıb. Aynı işin həll olunmasına söz verib, hələ də tam iş həll oluna bilmirdi. Mane olan qüvvələr var. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülərə avtovağzala daxil olmaları ilə bağlı tapşırıq verilib və proses nəzarətdə saxlanılır. Qeyd eləyək ki, hazırda Neftçala avtovağzalında yalnız Bakı istiqamətində gündəlik 10 mikroavtobus fəaliyyət göstərir. Digər marşrutların əlçatan olmaması isə sərnişinlər üçün çətinliklər yaradır. Hər halda mövzuya yenidən qayıdacağıq.